Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə 2025-ci ildə qəbula düşən bir sual tipinin izahını verəcəm. Bilirəm ki, artıq imtahana az qalır və bütün sualların izahı sizin üçün çox maraqlıdır. Əslində olan heç veclərinə deyil. Deməli, belə bir sual var idi. Palitrasında 24 rəng olan 800 vurulsun 400 piksel ölçülü raster qrafiki təsvir rabitə kanalı ilə ötürülmə müddətinin ilk yarısında 16.000 bit bölək saniyə, qalan hissəsində isə 24.000 bit bölək saniyə sürəti ilə ötürülmüşdür. Bu qrafiki təsvirin ötürülməsinə neçə saniyə sərf olunmuşdur? Gənclər, normalda bu tip suallarda adətən bir dənə sürət, bir dənə zaman və bir dənə həcm verilirdi. Biz tutaq ki, h bərabər VT düsturundan və yaxud da ki, məsələn, tənasübdən müəyyən bir suala cavab verə bilirdik. Amma burada artıq 2 sürət və 2 zaman var. Biz bilirik ki, həcm bərabərdir sürət vurulsun zamana. Və bizim hər hansı bir qrafiki təsvirimiz var və həmin təsvir rabitə kanalı ilə ötürülüb. Və həmin o ötürülmə müddətinin ilk yarısında o 16.000 bit bölək saniyə sürətlə qalan hissəsində, yəni qalan yarısında 24.000 bit bölək saniyə sürəti ilə ötürülmüşdür. Bu qrafiki təsvirin ötürülməsinə neçə saniyə sərf olunmuşdur? Yəni, ümumiyyətlə bu faylın həcmi 2 müxtəlif sürət və yarı-yarı zamanlarda ötürülüb. Gəlin baxaq. Deməli, bizim zamanımız ümumiyyətlə t-dir. Biz zamanın ilk yarısında, yəni t bölək 2-də getmişik 16.000 bit bölək saniyə sürətinə. Yəni, sürəti vururam zamana. Bunu vururam 16.000-ə. Üstə gələk, bu faylın müəyyən bir hissəsini isə getmişəm mən digər yarıda, yəni müddətin digər yarısında, yəni digər t bölək 2-də və onu da getmişəm 24.000 bit bölək saniyə sürətlə və bu da bərabərdir mənim ümumi faylımın həcminə. Yəni, bir faylı mən ötürmüşəm ilk yarıda bu qədər sürətlə, növbəti yarıda bu sürətlə. Yəni, zamanı 2 yerə parçalamışıq da, bir yarısında başqa sürətlə, bir yarısında başqa bir sürətlə getmişik və bu da bərabər olmalıdır bizim həcmimizə. Faylın da həcmi, qrafik təsvirin həcmini necə tapırdıq? Piksellərin sayını vururduq bir pikselin həcminə. Əgər 24 rəng deyirsə, rəng çalar, rənglər deyəndə qüvvəti gətirmək lazımdır. Əgər 24 2-nin qüvvəti deyilsə, özündən sonra gələn 2-nin qüvvətini götürürük, yəni 32-ni. 32 də 2 üstü 5 olduğu üçün biz deyirik ki, bu qrafiki təsvirdə bir pikselimiz 5 bit yer tutacaq. Və salam, gəlin bunu sadələşdirək. Buradan 16.000-i bölürəm 2-yə, qalır 8.000, olur 8.000 t üstə gələk. Buradan 24.000-i 2-yə bölürəm, eləyir 12.000. Üstə gəlir 12.000 t bərabərdir. Bunu olduğu kimi saxlayıram. 800 vurulsun 400 vurulsun 5. Hər tərəf bitlə də olduğu kimi qalsın. 12.000-dən 8.000-i toplayıram, mənə verir 20.000. 20.000 t bərabərdir. Baxın, 800-ü saxlayıram burada. 400-ü vurumlab istəyirsiniz 5-ə. Bu bizə verəcək nəyi? 20.000-i. Düzdürmü? 20.000 yoxsa 2.000-i? 2.000-i. Verəcək 2.000-i. Deməli, bu bizə verir 2.000-i. Baxın, mən 20.000-i bölürəm 2.000-ə. Qalır burada 10. 10 t bərabər 800. 800-ü də bölürəm 10-a, olur t bərabər 80. Yəni, sualın doğru cavabı 80-dir. Baxın, bəlkə də bu sizə belə qaranlıq qala bilər, çətin gələ bilər. Əslində çətin deyil. Normalda həcm bərabərdir, sürət vurulsun zamana. Həcm var, sürət var. Sadəcə 2 dənə sürət var. Yəni, müəyyən bir zaman fasiləsində, yəni müddətin yarısında 16.000 bit bölək saniyə sürətlə gedib, qalan yarısında isə 24.000 bit bölək saniyə sürətlə gedib.
Yəni zamanımızı hər birini T bölü 2 kimi götürürük, zamanın yarısı. Və təbii ki, bunların hər birinin getdiyi yol bizim ümumi yol deməyək də, hər birinin ötürülmə, həcmi, yəni hər birinin ötürülmə, sürəti ilə zamanın hasili bizə o ötürülmüş faylın həcmini verir də. Bunların hər birinin həcminin ümumi cəmi bizim yekun faylımızın cəmidir də. Ona görə burada olacaq artıq sualın doğru cavabı 80. Ümid edirəm ki, sual başa düşülən və aydın oldu sizin üçün.